Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamü ala resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Allahu tebareke ve teala fi muhkem kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kutibe aleykumus siyam kema kutibe alellezine min qablikum leallekum tettekûn. Hörmətli izləyicilər, hamınızı xoş gördük bu gözəl Ramazan günündə. Bildiğiniz kimi Kur'an-ı Kerim'de Allah-u Tebareke ve Teala böyle buyurur. Sizden evvelkilere oruç ibadeti farz edildiği için size de farz edildi ki umulur ki veyahut da belki de takvaya çatmış olasınız. Oruç ibadeti İslamiyet'in en büyük ibadetlerden biri sayılır. İnsan terbiye etmek hususunda da en büyük ibadet sayılır. Ve görüldüğü kimi oruç ibadetinin tarihi insanlıq tarixi qədər qədimdir. Yəni Quran-ı Kerim bunu bizə bildirir ki, sizdən əvvəlkilərə oruc ibadəti fərz edildiyi kimi sizə də fərz olundu. Biz oruc ibadətinə baxdığımız zaman əsas faydaları Peyğəmbərimizin də hədislərində buyurduğu kimi as-siyamu cünnətun, oruc qalxandır. Yəni oruc sizi qoruyur və başqa bir hədisdə də sumu tasihhu, yəni oruc tutun, sağlamlıq taparsınız. Və biz gördüyümüz zaman ki, insanda mövcud qüvvələr vardır. Mövcud qüvvələrdən məsəl üçün qəzəb qüvvəsi vardır, iştah, şəhvət, arzu qüvvəsi vardır və ağıl qüvvəsi vardır. Və biz görürük ki, insan nə qədər də ağıllı bir varlıq olsa da, insanın mütləq nəfis tərbiyəsindən keçməsi lazımdır. Yəni qəzəb qüvvəsini və arzu qüvvəsini cilovlaması lazımdır. Biz zahirdə gördüyümüz zaman ki, insan hər nə qədər ac qalırsa da, yəni bu ac qalmağın nə faydası var deyildiyi zaman, bu ac qalmağın çox böyük bir faydası vardır. İnsanın nəfis üzərində qələbə çalması, yəni şeytanın üzərində qələbə çalması və nəfsini özünə tabe etdirməsi vardır. Və biz görürük ki, insan nə qədər mükəmməl ağla sahib olsa da görürsən ki, öz nəfsinə hakim ola bilmir, xasiyyətinə hakim ola bilmir və müxtəlif əxlaqi qüsurlara yol verə bilir. Bundakı əsas səbəblərdən birisi də insanda olan şəhvət, arzu qüvvəsi, yəni insanın acgöz olması, doymaq bilməməsi və də ki, insanlara zərər vermə qüvvəsinin olması. Və həm oruc ibadətində biz görürük ki, onları cilovlamaq və insanın ən önəmlisi, yəni insan dediyimiz məxluq eyni zamanda mütəfəkkirlər demişlərdir ki, arzudan ibarətdir. Yəni arzusunu insan cilovlamağı bacarır. Çünki insanların dünyada çıxartdıkları əsas deyək ki, bir-birlərinin zərər verməsinin də təməlində nə yatır? İnsanın bitmək bilməz, doymaq bilməz arzu və istəkləri yatır. Yəni dünyanı ələ keçirmə arzu və istəkləri yatır. Halbuki insan üçün verilən ömür bəllidir, 70-100 il arası ən çox dediyimiz və bundan sonra da insan dünyasını dəyişib gedəcəkdir. Dünyada qalacaq olan nədir? İnsanın gözəlliyi, yaxşılığı, təmiz əxlaq. Ona görə də oruc ibadəti insana belə bir tərbiyə verir. Və İslamiyyətdə insanın elm qazanma yollarını alimlərimiz açıqlamışlardır ki, İslamiyyətdə elmin yolu bir kitabdandır, iki isə insanın riyazat yolu ilə, yəni nəfsini tərbiyə etmə yolu ilə əldə etdiyi bilgilərdir. Yəni qəlbindəki, yəni qəlb dinimizdə imanın mərkəzi sayılır. Peyğəmbərimiz də buyurub ki, İnnə fil qalbi mudğatan izə saluhat saluhal cəsədu kullə, izə fəsədəl cəsədu kullə. Bədəndə bir ət parçası vardır ki, o salih olursa, bütün bədəndə salih olur. O fasid olursa, bütün bədəndə fasid olur. Əsas məsələlərdən birisi də budur ki, yəni oruç tutduğumuz zaman biz qəlbimizə, nəfsimizə hakim oluruq, yəni qəlbimiz nurlanmış olur. Ona görə də az yemək, yəni mədəni ac qoymaq, insanı ac qoymağın bədən üzərində, yəni daha doğrusu mənəviyyat üzərində möhtəşəm təsirləri var, qəlb üzərində möhtəşəm təsirləri vardır. Qəlb gözünün açılması
hadisəsi baş verir. İnsan indi məsələn Ramazan ayıdır. Ramazan ayının ən böyük ibadətləri nədir? Ramazan ayının ən böyük ibadətləri Allahı zikr etməkdir. Zikirlərdir, dualardır, ibadətlərdir və Qurani-Kərimi oxumaqdır. Biz Peyğəmbərimizin həyatına da nəzər saldığımız zaman görürük ki, Ramazan gəldiyi zaman fərqli bir deyək ki, atmosferə bürünürdü və Peyğəmbərimiz Ramazanda Qurani-Kərimi deyək ki, dəfələrlə müqabilə edirdi və Ramazanda əsən küləkdən daha güclü, daha cömərd olurdu. Hətta Ramazanın son 10 günündə və yaxud da 20 günündə itikaf dediyimiz ibadət var. Onu həyata keçirərdilər. Bu da nə ilə olur? İnsanda mənəviyyatın çoxalması ilə meydana gələn ibadətlərdir ki, insanlar yəni Ramazanda Qurandan fərqli bir ləzzət alırlar. Zikirdən fərqli bir ləzzət alırlar. Yəni, insanın şəhvətinin, arzusunun mərkəzi də qəlbdir. Ona görə də qəlbə nə qədər gözəllikləri biz yüksəldərsək, gözəl işlərdən həzz almağı yüksəlsək, insan o qədər gözəl, yaxşı olur. Eyni zamanda insanlar haramların arxasıca da ürəkdən istəyərək gedirlər. Və oruc insanda vaz çəkmə enerjisini ortaya çıxaran bir qüvvətdir. Yəni, sən deyirsən ki, yəni mən, yəni məni yoldan çıxardanlar, siz məni artıq yoldan çıxarda bilməzsiniz. Yəni, insanların vaz çəkmə enerjisini qazandırır. Alışdıqları şeylərdən uzaq durma qazandırır və orucun möhtəşəm səhhət üzərində də təsirləri var. Orucluq sağlamlıqdır. Yəni, insanlar deyək ki, özünü saxlaya bilməyib, bir çox bədəninə zərərli olan alışqanlıqlarla əldə etdiyi şeyləri yeməyə, içməyə davam edir. Amma oruç vasitəsilə görür ki, bunlardan uzaq da dura bilər və az qida ilə də insan yetinə bilir. Orucun möhtəşəm insan üzərində iqtisadlı davranmaq vərdişini də öyrətdiyini biz görürük. Ona görə də yəni, orucun faydalarını saymaqla bitməz. Həmçinin də deyək ki, orqanlarımız sağlamlığına qovuşmuş olur. Yəni, o orqanlarımız dinlənmiş olur 30 gün və yaxud da 29 gün deyək ki, təmizlənmiş olur. Ona görə də yəni, orucun bitməz, tükənməz həm mənəvi nöqteyi nəzərdən, həm maddi nöqteyi nəzərdən oruç bizə bir çox faydalar vardır. Ona görə də Ramazan orucunu coşqu ilə, hamılıqla tutmaq lazımdır. Eyni ilə, yəni Peyğəmbərimizin həyatına da nəzər saldığımız zamanda görürük ki, Ramazan bir başqa olur. Həmçinin bunu da qeyd etmək lazımdır ki, yəni insan hamılıqla olduğu zaman bir şeyin olunması daha asan hala gəlir. Yəni enerjini meydana gətirir. Amma görürsən ki, təklikdə, yəni insan başqa vaxtda oruç tutmaq istədiyi zaman çətinlik çəkə bilir. Amma Ramazan gəldiyi zaman həm Allah asanlaşdırır, həm də insanlar bir-birlərinə baxaraq xeyirdə yarışırlar. Taavanu aləl birri və taqva. Taqvada və yaxşılıqda yarışır. Və orucun bizə möhtəşəm öyrətdiyi faydalardan birisi də insanın yəni verilən nimətlərin dəyərini bilməsidir. Yəni Allah Teala ona deyək ki, bir çox niməti verdiyi zaman onun görürsən ki, o nimətə alışdığı zaman o nimət hər zaman var olduğu üçün onun dəyəri bilinmir. Amma o nimətdən özünü məhrum etdiyin zaman görürsən ki, bir suya, yəni Allahın sənə bəxş etdiyi şeylərə nə qədər çox ehtiyacın var. Ona görə də oruç sənə möhtəşəm şükür etmə duyğusunu öyrədir. Və həmçinin də görürsən ki, yəni əvvəllər o yediyin o çox şeylərlə artıq ehtiyacın qalmayıb və yardım etmə, bunları artıq mən fəqirlərə vermək düşüncəsini də səndə meydana gətirir. Həmçinin bunu da qeyd etmək lazımdır ki, necə ki, Ali İmran surəsinin 14-cü ayəsində qeyd edilir ki, Züyyinə linnəsi hubbu şəhəvəti minən nisəyi vəl-bəninə vəl-qanatiril muqandarati minəz-zəhəbi vəl-fiddati vəl-an'ami vəl-hars zəlikə mətəul həyatid dünya vallahu indəhu husnul məəb. Nə deməkdir? İnsanlara sevdirildi. Züyyinə linnəsi hubbu şəhəvət, şəhvətlər sevdirir. Minən nisə, xanımlar, evlatlar, qızıl, gümüş, binalar və yaxud da
mal, qara, miniklər sevdirildi. Yəni insan arzudan ibarətdir. Bir arzusunu həyata keçir, digərini həyata və zənn edir ki, xoşbəxtlik bundadır. Əslində birini insan maddi şeyləri ələ keçirdikcə həmən gözündən düşür. Və insanı xoşbəxt edən şey əslində mənəvi xüsuslardır. Və insan oruc sayəsində, ibadətlər sayəsində görür ki, xoşbəxtlik nədədir? Bu dünyada fani olduğunun, heç bir şeyin onun olmadığının, belə ac-göz olmasına da gərək yoxdur. Çünki insan övladının gözü doymaz buyurur Peyğəmbərimiz. Lə yəmlə fahu ilə turab, insanın gözünü torpaq doydurur. Və insan dərin düşüncəyə, təfəkkürə dalır, deyək ki, Ramazan ayında. Və görür ki, heç bir şey onun deyildir. Və bu dünyadan ancaq aparsa xeyir əməllərlə, necə ki ayədə buyurulduğu kimi liyəbluvakum eyyukum ahsana əlləzi xalaqal mevtə vəl həyatı liyəbluvakum eyyukum ahsana amalə. Allah ölümü və həyatı yaratdı ki, görək hansınız daha gözəl əməl sahibi olacaqsınız. Və insan bunun fərqinə varır ki, yəni bu dünyadan insanı yəni yüksək məqamlara, malı, mülkü, adı, sanı deyil, Allaha olan ibadəti, təqvası, yəni hikmət sahibi olması. Orucun da bizə bəxş etdiyi şey əsas hikmətdir. Və mən yu'təl hikmətə fəqat utiyə xayran kəsira. Kimə də hikmət verilirsə, ona çox şey verilir. Hikmət də nə deməkdir? Hikmət də bu dünyanın həqiqətini qavramaq deməkdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.